Hər hansısa bir ümumi zikri vaxta bağlı olmayanı konkret vaxt olmadan gün ərzində adət kimi etmək olarmı? Misal olaraq bağışlanmaya görə Yunus əleyhissalamın duası. Məqsəddə odur ki, dili bu zikirləri öyrəşdirmək. Amma konkret vaxta bağlanılmır. Ya səhər, ya günorta, ya axşam edilir. Bəli, bu zikirləri də müəyyən bir vaxta, müəyyən bir məkana, müəyyən bir saya bağlamadan əgər insan edərsə, misal üçün deyək ki, Subhanallahi və bihamdihi Subhanallahil azim. Bu zikri çoxlu etmək istəyir. Və yaxud da ki, bu zikri bilmir əzbərləmək istəyir. Yəni, bir müddətdən sonra artıq bu zikri dilinə öyrəşdirib əzbərləmək istəyir və belə olan halda da problem yoxdur. Yəni, madam ki, həmin o şəxs müəyyən bir vaxt qoymur və yaxud da müəyyən bir məkanla hüdudlamır və yaxud da ki, müəyyən bir sayla hədləndirmir, belə olan halda o zikirləri edə bilər. Problem yoxdur. Misal üçün, sabah 100 dəfə, axşam 50 dəfə və s. bu şəkildə. Bunda bir problem yoxdur Allahın izni ilə. Beləcə, əziz müsəlmanlar, kanalın şərh bölməsinə yerləşdirilən suallar bunlar idi və Allah-u Teala doğrusunu bilir. Xəta etdiksə bu bizim özümüzdəndir, doğru danışdıqsa bu Allahdandır. Və Allah-u Teala'dan istəyirəm ki, Allah-u Teala bizə eşli faydalardan etsin. Subhanakallahumma bihamdik, əşhədu en la ilahe illa ent, əstəğfiruk və ətubu ileyk.